Salam xanımlar, necəsiz? Bu videoda sizlərlə tema bağlamamı açacağıq. Bu bağlamada Zəhranın oyuncaqları və ev ləvazimatları var. Son zamanlar ancaq ya evimi, ya qızımı bəzəyirəm. Özümə demək olar ki, işini almıram. Belə Zəhraya oyuncaq vurmuşam. Qazan dəstidir, içində tərəvəz, meyvə tərəvəzi də var. Çox münasib qiymətə vurdum, yəni bunları. Sağ olsun bir rəfiqəm var, onun kuponu var idi, təklif etdi, mən də vurdum. Bu videoda gördüyünüz hər şeyə 45 manat pul ödəmişəm. Zəhra öz oyuncaqlarını görüb çox sevinir. Arxa hissəyə önəm verməyin, çünki bu yerdə qaynım təkcə qalır və zalda kondisioner vurub elə isinir, elə orada da yatır. Otaqlara heç girmir. Görmürsünüz, özümüz də heç qutqalarımızı soyunmamışıq, üst geyimlərimizi. Çünki hava çox soyuq idi. Zəhra belə sevinir ilk dəfə nəyisə yeni bir şey görəndə, istər paltar, istər oyuncaq, istər yemək bir şey. 2 saniyə, maksimum 2 dəqiqə, 5 dəqiqə oynadır, vəsə. O getdi. Bir də Zəhranın ona marağı yaranmır. Bir də nə vaxtsa kimsə əlinə alsa, hə. Belə bir qab maçalkası vurmuşdum. Bunu Zəhra elə bilir öz oyuncağıdır. İndilərdə də kulokun içindən çıxardıb oynadır. Belə pambıq qabı. Yəni bundan fərqliləri də var idi. Amma dedim ki, sırf sadəsi olsun da, yəni. Belə bu əşyalarımın hamısını yığmışam kuloka. Bundan əvvəlki videoda evə yeni aldıqlarımı göstərmişdim. Bunlar da onların yanındadır. Gedəndə inşallah yerləşdirəndə göstərəcəm. Xanımlar, bu Azərbaycanda 25, 27, 30 manatadır. Ən ucuzu 23-27 manatdır. Mən Temudan 17 manata vurmuşdum. Yəni biraz balacadır, amma mənə görə normaldır. Çünki mənim çox makyaj ləvazimatım, ətirim falan yoxdur. Mən istifadə etmirəm. Zəhra ilə belə aktivite eləmək üçün oyundur. 3 yaş üstüdür. Ona görə hələ açmamışam. Amma açıb oynada da bilərik. Belə Zəhra yanımda çay içir. Bu da belə oyuncaqdır. Bu da aktivite üçündür. İçində xeyli şəkillər var. O göz filan yapışdırırsan uşaq üçün yaxşıdır. Burada da nənəsinə göstərir. Digər oyuncaq da taxtadandır. Heyvan şəkilləridir, fiqurlardır, yerinə yerləşdirirsən. Üzr sayım, ilk dəfədir səsləndirmə edirəm. Ona görə biraz yaxşı olmaya bilər. Bu qaşıq qabıdır. Yemək qazın yanına qoyursan. Üstünə qapağı da yemək qarışdırdığın qaşığı da yerləşdirmək olur. Belə asılqan, amma azlıq eləyəcək. Almışam yenə də əlavələr. Evimizə yerləşdirəndə aldıqlarımı əlavələri də göstərərəm sizə. Bu da VC üçündür. VC'nin, yəni tualetin, unitazın başına yapışdırırsan, barmaq içinə girməsin deyə də bəzən dırnağı uzun olan insanlar falan olur. Bu da unitazın qapağını qaldırmaq üçündür. Bu əslində kulok torbasıdır. Onu almışam həm kuloklarımı yığmağa, həm də şkafların içinə də bəlkə yapışdırdım, əgər uyğun olsa mənə. Burada Zəhranın oyuncağını göstərməyə çalışıram. Yəni çox indi də oynayır bundan. Yəni bu çox elə necə deyim, maraqsız bir şey deyil. Yəni maraqlanır. Bu da maraqlıdır. Hətta birini eləyiblər dostlarımla. Göstərəcəm. Burada dostlarımla yapışdırırlar şəkilləri, gözləri, ağızları filan. Zəhranın podruqalarıdır, rəfiqələridir. Bugünlük aldıqlarım bu qədər xanımlar. İnşallah Allah çoxlu ruzi bərəkət edirsin. Gələcəkdə daha çox şeylər alım və sizlər üçün çəkim. Bu videoda əsas istədiyim o orqanayzeri idi. Yəni onu tərəddüd edirdim almağa. 17 manata inanmırdım, amma yaxşı gəldi. Hələlik.